görmüşəm. Biodermanın dibinə qədər istifadə etdiyim bu günəş kremi. Deyə bilərəm ki, üzümə ən çox düşən bu günəş kremidir. Biri var parlaq dəri, biri də var artıq yağlı dəri. Yəni bir çox məhsul yağlı dərilərdə o artıq yağlılıq görüntüsünü verir və bir çox günəş kremlərində mən buna görə də çox vaxt yarıda dayandırmışam. Yeganə günəş kremidir ki, mən bunu axıra qədər istifadə etmişəm. Həm həssas, həm də yağlı dərisi olan biri olaraq bu günəş kremini sizə tövsiyə edirəm. Bu arada mən buna SPF krem kimi yanaşıram, çünki tərkibində SPF 50+ var, amma bu əsasən dəri baryerini gücləndirən bir kremdir. Yəni müalicə elətdirirsinizsə, mütləq ki bu kremdən istifadə edin. Mən bunun üz üçün üz yuma balmını da istifadə edirəm, sakitləşdirici lavanda tərkibli. Bunun tərkibində mango və şalfey var. Açığı mango qoxusu elə də çox hiss olunmur. Şalfey qoxusu daha çox bəlli olduğuna görə qoxu cəhətdən bəyənmədim. Amma çantalıq olaraq çox yaxşı kremdir, əlverişlidir. Çantanıza atıb istənilən yerə rahatlıqla apara bilərsiniz. Nəmləndirməsi də gözəldir. Sadəcə bir minusu var ki, qoxuda şalfeyin qoxusu daha basqındır. Bu da sizə biraz narahatlıq verə bilər. Oriflame'in bu ətri çox xüsusi bir qoxuya malikdir və qoxusu həqiqətən də qalıcıdır. Şlefi yüksəkdir. Sınaq nümunəsini əldə edin. Əgər qoxusunu bəyənsəniz, istifadə edin. Qalıcılıq və şleyf cəhətdən çox yaxşı bir ətirdir, şans verməyə dəyər. Bu krem həm əl üçündür, həm də bədən üçündür. Yəni duşdan çıxandan sonra bunu vursanız, bunun qoxusu qalacaq, amma duş geli parfümlü olsa belə qoxusu qalmır. Çoxdan izləyən izləyicilərim bilir ki, mən bu ətirlərin, daha doğrusu Cici Milano brendinin bir çox ətrini almışam. Bu da Hipnoz adlı bir ətridir. Bunu çox bəyənirəm. Mütləq və mütləq bunu alın, sınayın. Çünki qoxusu həqiqətən də hipnoz edir insanı. Bunun qutu açılımında mən paylaşmışdım əvvələ gedib baxsanız və çox bəyənərək istifadə etmişəm. Hər zaman da bu məndən çox soruşulub. Çünki qoxusu da qalıcı olub, şleyfi də yüksək olub. Parfüm suyu olduğuna görə də ekstra qalıcılığı görmüşəm bu ətirdə. Saç tökülməsinə qarşı olan bir serumdur bu serum. Mən bunu duşdan öncə vururdum və 1 saat saxladıqdan sonra saçlarımı yuyurdum. Bunun formulu çox qatıdır açığı. Belə yapışqan bir hiss verə bilər. Yəni vurarkən biraz narahatlıq yarada bilər. Amma effekti həqiqətən də yaxşıdır. Gəldik Şeydanın bu BB kreminə. Bunu açığı tam bitirməmişəm. Çünki rəng tonu olaraq biraz yanlış bir rəng tonu seçmişdim deyə mənə çox tünd qalırdı. Amma bunu bir damcı belə vursanız, üzünüzdə o örtücülüyü ala biləcəyiniz bir BB kremdir. Yay aylarında olsa bilirsiniz ki, tonal krem insanın üzünü sanki boğur. Həmin bu vaxtlarda sizin köməyinizə bu BB krem gələcək. Bir çox mağazalarda var. Mütləq alıb şans verin. Maybelline'in bu poraları bağlayan, bulurlayan bazası düzdür, dəridə çox yaxşı bir effekt verirdi. Həqiqətən də poraları bağlayırdı, bulurluyurdu. Əsasında yağlı dərilər üçün bu çox yaxşı bir effektdir. Amma bunun qoxusunu çox da bəyənmədim. Biraz belə plastik qoxusu var idi. Qoxusuna görə bəyənməsəm də digər xüsusiyyətlərini bəyəndim. Maybelline'in həmin o parlaq və eyni zamanda da qalıcı olan dodaq boyası. Bunu mən çox sevərək istifadə etmişəm. Sadəcə olaraq bir problem yarada bilər sizə. Bunu sonralar çox çətinliklə çıxara bilərsiniz. Yadıma gəlir bunu istifadə etdiyim müddətlərdə hətta gidrofil yağla belə çıxmırdı. Yəni bu tip problem sizə problem kimi görünmürsə, alıb istifadə edin. Gün boyu qalıcılığı olan bir dodaq boyasıdır. Gəldik Faberlic'in bu belə şpris formatında dodaq boyasına. Gördüyünüz kimi rəngini o qədər çox bəyənmişəm ki, yeyib bitirmişəm deyə bilərəm. Görüntü olaraq, rəng olaraq çox gözəl görünürdü. Bir xüsusiyyəti xoşuma gəlmədi.